Aşura günü ilə əlaqədar 24-25 iyun tarixlərində Lənkəranda qan vermə aksiyası keçirilir. Qan veri yaşat şüarı ilə keçirilən aksiyaya səhər saatlarından başlanılıb. Mərkəzi Qan Bankının Lənkəran bölməsində təşkil olunan qan vermə aksiyasında səhhəti imkan verənlərin hər birindən 150-200 mq qan götürülür. Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə və Mərkəzi Qan Bankının Lənkəran bölməsinin tibbi personalının köməkliyi ilə həyata keçirilən aksiyada donorlardan götürülən qanlar yoxlanıldıqdan sonra ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq. Qan vermə aksiyasına qatılan donorlar bu addımın böyük xeyirxahlıq olduğunu deyiblər. Qeyd edək ki, aksiyada toplanan qan ehtiyatı talasemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq. Aksiyanın saat 18:00-dək davam etməsi nəzərdə tutulur. Qafqaz Müsəlmanları İdarəsinin Səhiyyə Nazirliyi ilə birgə təşkilatçılığı ilə gerçəkləşən qan ver yaşat ən böyük əzadarlıq nümunəsi. Müxtəlif növ insan öz sevgisini, məhəbbətini, öz fəaliyyətini göstərə bilər. Onlardan biri də xəstələrə, hemofiliyalı xəstələrə, talasemiyalı xəstələrə, qana ehtiyacı olan əziz bacı və qardaşlarımıza, xəstələrə yardım olaraq biz bu gözəl aksiyaya qoşulmuşuq. Lənkəranın ətraf kəndlərindən, Lənkəranın özündən, bölgəmizdən müxtəlif bu aksiyaya qoşulanlarımız var və ümidvarıq ki, sabah səhərə qədər davam eləyəcək və məqsədimiz ondan ibarətdir ki, bu gözəl aksiyanı insani dəyər olaraq insanlara göstərək və yardım göstərək inşallah.